190 mindən sonra dizel Hyundai Kialarda bu qulluqlar mütləq olunmalıdır. İndi deyəcəksiniz, motoru niyə düşürdünüz ki, 190 min getmiş maşının motoru nə üçün düşür? Qulluq olunur və hansı qulluqlar olunur sizə izah edəcəm. Yəni burada motorda heç bir problem yoxdur. Yağ azaltmır, kladışında, Porsche-də problem yoxdur. Sadəcə olaraq ki, sep bunlarda 190 mindən, 200 mindən sonra uzanır. Hava sistemi dolur ağzına kimi, korobkanın yağının vaxtı gəlir. Yəni, Liboy maşında onsuz da korobka yağı 200 mində dəyişilir. Bu hava sistemi görsün nə gündədir. Bu salniki də quruyub hava buraxırmış. Çünki motorun qabağını bərbad vəziyyətə salıb. Baxın, bu samavar da hamısı yuyulmalıdır. Bu saydıqlarım, yəni Hyundai Kia sürənlər bilir ki, onsuz da bir-bir olunmalıdır. Və biz bu işi bir günün içində görürük. İndi fərqinə baxın bir dənə. Həmən motordur bax. Görsünüz nə cür təmizlənib. İdeal şəkildə. Bizim servisdə iş gördənlər bilir ki, yəni bizdə başlıca yəni təmizliyə fikir veririk, səliqəyə. Təmiz olmalıdır ki, rahat həm üstündə iş görülsün, həm də ki, bu boyda motor düşübsə ideal şəkildə iş görülməlidir. Üst krişka çıxır sonra, qabaq krişka çıxır və sep başmağa bir dənə baxın, görsünüz nə gündədir. O konkret, yəni boşluq var. Bu boşluqda nədən irəli gəlir? Bax, indi orada bəzilər yazacaq, pistolet geri qayıdıb, yağ dolandan sonra sıxılır. Bax, həmən o pistoletin sıradan çıxandan sonra maşın qızır, yağ durulur və sepi sıxa bilmir. Ondan orada o sep döyür və başmaqları yiyintə əmələ gətirir. O da gedir, kəhkirin ağzına tutur. Kladışlara ziyandır, motora ziyandır. Onun üçün vaxtına dəyişmək lazımdır. Motorun içi də təmizlənir. Yəni, təkcə pistoleti dəyişməklə bu sepin səsini kəsmək olmur. Onu da deyim ki, sonra yorumda yazmasınlar, bilənlər. Bu motorun içi şöyle tərtəmiz təmizlənir. Görürsünüz də, bu səliqəni görürsünüz. Orijinal sep başmaqla, orijinal germetka ilə üst prokladka dəyişilir. Qabaq salnik dəyişilir, farsonka şaybası dəyişilir. Bax, detallara bir dənə baxın. Hamısını göz qabağında göstərirəm ki, sabahı soruşmayasınız ki, yenidən nə bilim, orijinaldır, nədir. 100 min rəsmi zamanət verirəm. Yəni, firma detal özü bilsin ki, 10 stablarda işləmir. 15 mindən sonra sep səs edir. 15 min yoxa, 98 mində sep səs eləsəm, mən ona cavab deyəm. Korobkası da görsünüz, sökülür. Mexaniki detallar açılır, botlar orada var. Botlar boşalanda paketləri sındırır, sıradan çıxardır. Həmən botlar yoxlanmalıdır mütləq şəkildə. Yoxlanır, içi təmizlənir, orijinal filtrlə, yağla hamısı dəyişilir, yığılır üstünə. Görürsünüz, sep başmaq yığıldı üstünə. Sep taramdır, pistolet də heç görsəndə o qədər da açılmayıb. Amma üstündə gələn seplə 2 santim pistolet yerindən çıxır. Pistolet deyəndə yəni sep sıxanlar da natişitir, belə deyək. Germetkası da yəni adi bir modelli qəfil germetka işləmir, orijinal germetka ilə. Bir sözlə bir günün içində yəni bütün qulluqları olunur maşının 1200 manata. Yəni nə var da burada hamısını sizə izah elədim. Yəqin ki gördünüz də özünüz də. Kollektor sistemi də